cənab prezident, Allaha and olsun özümü doğrayacağım, balalarım da doğrayacaq özümü, ailə üzvlərim də doğrayacaq özümü. Bunu mən satmaqla nağarıram, kimə nağarıram? Narkotik alver eləyirik, oğraşlıq, şərəfsizliklə məşğuluq, nəylə məşğuluq? Bu nə qədər belə dözülməz. O gedir, zırt bu gəlir, o gəlir. Bir belə də insafsızlıq olmaz. 2 gündür mən bura yığılmışam, az qallam özümü doğrayam mən burada. Belə şey olmaz da nə? Tutarın bu zulümü, tutarın bu hərbi şeyləri. Şərəfsiz ölkə oldu bu ölkə. Canımı qoydum beşir. Bəstirin mənə cənab prezident, durursunuz oradan, deyirsiniz. Deyirsiniz ay məmurlar, ay şərəfsizlər. Hər yer dolu qarpızdır. Hamıya alar, kim pulunu verir öz şiddana qardaş, mənim pulum yoxdur. Mən danışıram, mənim mədəmin ki çölə çıxırıcı. Bəstirin mənə, Putinə müraciət edeyim mən. Erdoğan'a müraciət, mən danışamıram, mənə xəstə adamam. Bu gədə-güdələri yığışdırın, mənə xahiş edirəm. Deməli mənim bu qarpızım, qardaş, təkin, mənim bu qarpızım girib Gəncə şəhərinin rəislərinin gözünə, girib icra hakimiyyətinin başçısının gözünə. Belə əxlaqsızlıq olmaz, belə şərəfsizlik olmaz. Axırıncı səfər xəbərdə ya məni tutmalıdırlar, ya bu tükəni yandırmalıdırlar, ya məni ailəlik doldurmalıdırlar. Ey balalarımla bir yerdə, xanımım 3 balam. Tutarın da nə bunu, nə olur abi, kişiliğimiz, qeyrətimiz.